müsbətdir. Milli Şuranın sədri Professor Cəmil Həsənli. Axır ki, Tofiq Yaqublu ilə bağlı baş verənlərin əsl mahiyyətini hakimiyyət təmsilçisi, Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri, dövlət orqanlarını yeni ideyalarla silahlandıran Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri deputat Zahid Oruç adını da qəribə şəkildə simvolik saya biləcəyiniz Pravda saytında etiraf etdi. O deyib, Tofiq Yaqublunun Milli Şurada Azərbaycan Xalq Cəbhəsi Partiyası ilə müsavat aralığında qalmasından hər iki qüvvə xeyli dərəcədə yararlanmaq istədi və onların planları baş tutdu. Burada ən başlıca məqam Əli Kərimlinin Tofiq Yaqublu üzərindən həm cəmiyyət, həm media, həm də xarici təşkilatlar, xüsusi olaraq hakimiyyətlə bağlı ssenariləri, gizli planı ortadaydı. Bunu görməmək mümkün değildi. Adam gözünün içinə qədər yalan danışır. Son məhkəmə proseslərində Əli Kərimli hamının gözü qarşısında, o cümlədən zalda olan təhlükəsizlik orqanlarında gözləri qarşısında Tofiq bəydən dəfələrlə xahiş etdi ki, azlıq etməsin, qızı Nigar xanım və vəkilləri vasitəsilə xahiş etdi ki, azlıq etməsin, hansı gizli planla söhbət gedə bilər. Zahid Oruç davam edir. Təəssüf ki, Tofiq Yaqublu bütün bu məsələlərin fərqinə varmadan istənilən müstəvidə ən kiçik məqamda əsassız yerə iqtidar əleyhinə şər və böhtanı gündəmə gətirirdi. O, bununla beynəlxalq təşkilatların hesabatlarında adlarını təsbit edirdi. Ona görə də bir neçə dəfə saxlanılmaya və həbsə məruz qalmışdı. Amma axı Tofiq Yaqublu dəfələrlə uzun müddətli, saysız, hesabsız inzibati həbslərə məruz qalıb və onların heç birisində ona qarşı iqtidar əleyhinə şər və böhtan danışması ittihamı irəli sürülməyib. Hər dəfə Tofiq bəyə qarşı ssenariləşdirilmiş tamamilə saxta ittihamlar quraşdırıblar. Kiməsə atverka ilə xəsarət yetirmək, xuliqanlıq, kimisə müddəti bitmiş pasportun kopyası ilə xaricə göndərmək və buna görə külli miqdarda rüşvət almaq, dələduzluq ittihamı ilə həbs ediblər. İndi etiraf edilir ki, bunlar hamısı şər və böhtanımış və Tofiq Yaqublunu hansısa qanuna zidd əməlinə görə yox, məhz bilavasitə iqtidar əleyhinə şər və böhtan danışdığına görə həbs ediblər. Yəni, siyasi mülahizələrlə şər və böhtan atmaqla saxta və uydurulmuş ittihamlarla həbs ediblər.